Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 20-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Sualımız bir məntiqi sual nümunəsidir, modelləşdirməyə aid sual nümunəsidir. Deyir, Aydan, Samirə, Elnarə, Elxan, Gülay adlı 5 dost, müəllim, həkim, mühəndis, vəkil və mühasib kimi müxtəlif peşələrin sahibidir və bunlar müxtəlif regionlarda bu peşələri, belə deyək, icra edirlər. Bakı, Gəncə, Sumqayıt, Qax və Şəki şəhərlərində. Və bizə məlum olan bəzi mülahizələrə əsasən Elnarənin hansı şəhərdə, hansı peşədə işlədiyini tapmalıyıq. Bunun üçün də ən yaxşı qayda cədvəl qaydasıdır, bildiyimiz kimi. Bir cədvəl qurmalıyıq bunun üçün. Gəlin cədvəlimizə baxaq. Deməli, verilmiş mülahizələrə əsasən cədvəlimizdə plus-minus işarələrini qoyaraq kimin hansı şəhərdə, hansı peşəni belə deyək, icra etdiyini tapa bilərik. Birinci mülahizəmizə baxaq. Aydanın uşaqlıq arzusu həkim olmaq olsa da, o hazırda Bakı şəhərində biologiya fənni üzrə tədris aparır. Aha, deməli, buradan nə öyrəndik? Aydanın uşaqlıq arzusu nədir? Həkim olmaq. Bunu qeyd edək, hər halda bizə irəliləyən situasiyalarda lazım olacaq. Uşaqlıq arzusu həkim olmaqdır. Lakin o harda işləyir indi? Bakı şəhərində biologiya fənnini tədris aparır. Yazıram. Aydan hardadır? Aydan deməli Bakı şəhərindədir və biologiya fənni üzrə tədris aparır. Gülay, Aydanı və digərləri Bakıda ola bilməz, aydın məsələdir. Və Aydan digər şəhərlərdə də ola bilməz eyni zamanda. Çünki hərəsi bir şəhərdə işini görür. Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdi. Aha, Aydanın uşaqlıq arzusu nə idi? Həkim olmaq. Gülay da Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnibsə, deməli Gülayın peşəsi nədir? Həkimdir. Yazıram Gülay üçün həkim. Bir dəqiqə. Aha, Gülay üçün yazdıq həkim. Və digərləri həkim ola bilməz. Eləcə də Gülay digər ixtisaslara sahib ola bilməz. Hərəsinin bir ixtisası var. Bura minus qoyduq. Daha sonra növbəti bölməyə keçək. Deməli, və o Gəncədə çalışmır. Aha, cümlənin sonunda deyir, və o Gəncədə çalışmır. Gülay üçün Gəncəyə qoyduq minus. Gülay Gəncədə işləmədi. Samirə peşəsinə uyğun olaraq konstitusiya qanunlarını çox yaxşı bilir və o nə Qaxda, nə də Şəkidə işləmir. Aha, deməli, konstitusiya qanunlarını bilirsə, o vəkil ola bilər və Qaxda, Şəkidə işləmir. Gülay Qaxda və Şəkidə işləməyəcək. Baxaq. Gülay yox, özür istəyirəm, Samirə. Samirə Qaxda işləmədi, Şəkidə də işləmədi. Baxaq davamına. Elxan Sumqayıtda işləmir. Elxan isə deməli Sumqayıtda işləmədi. Mühasib olan kimdirsə, o Gəncədə işləyir. Aha. Deməli bunu qeyd edək. Mühasib olan kimdirsə, o Gəncədə işləyir. Və deyir ki, Elxan mühasib deyil. Son situasiyada. Elxan mühasib deyilsə, bax, mühasib üçün Elxana minus qoyaq əvvəl. Elxan mühasib deyil. Və əvvəlki hissədə demişdi ki, nədir? Mühasib olan Gəncədə işləyir. Deməli, Elxan mühasib deyilsə, deməli Gəncədə işləməyəcək də. Bunun üçün Elxana Gəncə üçün minus yazıram. Aha, indi bayaq bizə demişdi ki, Aydan Bakı şəhərində biologiya fənni üzrə tədris aparır. Deməli, Aydan müəllimdir və Bakı şəhərində biologiya üzrə tədris aparacaq. Digərləri müəllim ola bilməz. Buna əsasən və Aydan digər ixtisaslara da sahib ola bilməz. Davam edirəm. Və burada bizə bayaq demişdi ki, deməli, o öz peşəsinə uyğun olaraq konstitusiya qanunlarını çox yaxşı bilir. Deməli, burada Samirənin vəkil olduğunu görürük də ki, o konstitusiyanı yaxşı bilir. Samirə əgər vəkil olarsa, yazdım vəkil, digərləri vəkil ola bilməyəcək. Samirə də digər ixtisaslara sahib ola bilməz, ancaq vəkil olacaq. Və burada nə deyir bizə? Baxın, mühasib kim qalır? Bax, bu hamısına minus qoydum. Buna əsasən mühasib qalır bir nəfər. Bu da kim olur? Elnarə. Digər ixtisaslara sahib ola bilməz. Və bayaq demişdi ki, mühasib olan Gəncədə işləyəcək. Deməli, mühasib Elnarədirsə, Gəncədə işləyən Elnarə olacaq da. Düzdür? Digərlərinə minus qoyuram. Bizə Elnarə lazım idi. Elnarə Gəncədə mühasibatlıq işindən məşğuldur. A variantı olacaq. Və bu verilənlərə əsasən əslində mühəndisi də tapdıq. Elxan da özü mühəndisdir. Daha sonra hər kəsin ixtisasını tapdıq. Bəli, hər kəsin ixtisasını tapdıq. Aydan müəllim, Samirə vəkil, Elnarə mühasib, Elxan mühəndis və Gülay isə həkim olmuş olacaq. Deməli, burada biz Samirənin yaşadığı şəhəri də tapa bilərik əslində. Baxın, Samirə burada Elnarə Gəncədə işləyirsə, digərləri Gəncədə işləyə bilməz. Deməli, Gəncə qalır Sumqayıt, üzrsən. Sumqayıt qalır Samirəyə. Samirə Sumqayıtda işləyəcək, digərləri Sumqayıt işləyə bilməyəcək. Və bizə əsasən lazım olan kim idi? Elnarə. Elnarə Gəncədə mühasib vəzifəsində işləmiş oldu.
Cavab A variantı ümid edirəm fikrim aydındır. Sadəcə cədvəl qurmaq lazımdır və verilmiş mülahizələrdən bir nəticə çıxartmaq lazımdır və həmin nəticəyə əsasən plus minusu qoyub düzgün cavab əldə etmək lazımdır. Bu qədər ümid edirəm fikrim aydındır. Sağ olun, Allah amanında.